mənim yadımdadır ki, məndə özümdə necəsə bir əlimdə bir səpkilər əmələ gəlmişdi. Səpkilər. Onda hələ bilirəm ki, nəfəs eləmirdim. Mən bir nəsə vururdum, getmirdi, yenə qalırdı. Yenə həkimin də yanına getmişdik, eləyirdi, getmirdi. Yadımdadır onda, indi sadəcə siz dediniz, yadıma düşdü. Həmin vaxtda mən nəfəsləri başlamışdım eləməyə yoqada artıq. Yoqadan başda. Tərtəmiz təmizləyir. Görürdüm ki, postepенно gedirdi. Dəri xəstəliyinə çox qəribə yaşayırdım ki, necə ola bilər? Yəni bu buna təsir eləyir. Çox təsir. Dəri xəstəliyinə ümumiyyətlə çox müraciət edirlər. Dəriyə görə. Dəri problemi, dəri xəstəliyi. Orada dediyim kimi də, yəni qan təmizləmə prosesi gedir və hardasa yenə də bir 3 dərs, 5 dərsdən sonra baxırlar ki, bədəndə nə qədər sağalma prosesi getdi, təmizləmə. Məsələn, üzdə səpkilərlə gəlirlər. Nəfəs işləyən kimi, gənc uşaqlarda olur, sonra olur da baxırsınız çox adamda olur. O nə ilə bağlıdır belə baxanda? Nə ilə bağırsaqla bağlıdır? Simpatik, parasimpatik sinir sistemi. Sinir sistemi. Sırf istəyirsən ki, bəzilərində yoxdur, amma bəzilərində həddindən artıq çoxdur. Bəli, həddindən artıq çoxdur. Orada yenə də parasimpatik sinir sistemi işləyirsən, sakitləşir. Dediyim kimi, yəni sırf o nəfəslər bədənin sağlam olmağı deməkdir, bədənin sağlamlığı deməkdir. Anidən baxırsınız ki, həmin o səpkilər başlayır sola getməyə, tamamilə bədəndən çıxır, tərtəmiz eləyir bədəni. Yəni dərmana ehtiyac yoxdur, bədəndə hər şey var.